Dünya yaranandan bu yana vaxtın tələblərinə uyğun olaraq müxtəlif ödəniş növləri mövcud olub. Məsələn, ilk zamanlar insanlar əllərindəki məhsulları dəyişərək ticarət edirdilər. Başqa sözlə desək, barterdən istifadə edirdilər. Eramızdan əvvəl 600-cü illərdə isə Lidyalılar tərəfindən ilk dəfə pul kəşf olundu. Onlar daşınması çətin olan məhsulları kilometrlərlə daşıyıb barter etməkdənsə puldan, yəni daha portativ vasitədən istifadə edərək işlərini asanlaşdırmışdılar. Sonralar eramızın 13-cü əsrində Britaniyada qızıl sikkələrdən istifadə olunmağa başlandı. Daha sonra 17-ci əsrdən bu yana kağız pullar məşhurlaşmağa başladı. Günümüzdə kağız pullar, qəpiklər, bank kartları, rəqəmsal cüzdanlardan geniş istifadə olunur. Son zamanlarda isə hər kəsin diqqətini çəkən, amma bir çoxumuzun da dəqiq məlumata sahib olmadığı bir valyuta növü mövcuddur. Kriptovalyutalar. Kriptovalyuta nədir? Kriptovalyuta investisiya edə biləcəyiniz və ya sadəcə alış-veriş edə biləcəyiniz rəqəmsal bir valyuta növüdür. Sözügedən valyuta növü kriptoqrafiya vasitəsilə qorunur. Kriptoqrafiya iki tərəf arasındakı söhbət və ya hər hansı prosesi üçüncü tərəfdən qorumaq üçün istifadə olunan şifrələmə metodudur. Bu isə kriptovalyuta ilə ödənişlər zamanı saxtakarlığın və ikiqat xərcləmənin qarşısını alır. İlk kriptovalyuta növü olan və hamımızın yaxından tanıdığı Bitcoin 2009-cu ildə Satoshi Nakamoto tərəfindən yaradılıb. Satoshinin bu valyuta növünü yaratmaqda əsas məqsədi heç bir mərkəzə bağlı olmadan saniyələr içində asanlıqla pul transferi edə bilmək idi. O bu istəklərinə qovuşa bildi desək yanılmarıq. Artıq Tesla-da daxil olmaqla bir çox şirkətlər kriptovalyuta ilə ödənişləri qəbul edir. Hətta sadə vətəndaşlar da öz aralarındakı alqı-satqı məsələlərini kriptovalyutalardan istifadə edərək həll edir. Kriptovalyutalara marağın belə artmasına səbəbi isə ənənəvi ödəniş metodları ilə müqayisədə bir sıra üstünlüklərə malik olması və son zamanlarda xeyli dəyər qazanmasıdır. Bəs bu üstünlüklər nələrdir? Əvvəla bayaq da qeyd etdiyim kimi, kriptovalyutalar hər hansısa bir mərkəzə bağlı deyil. Yəni, kriptovalyuta növləri ilə aparılan əməliyyatlara banklar və ya dövlətlər tərəfindən nəzarət edilmir. Bu isə o deməkdir ki, bütün idarə sizdədir. İstədiyiniz vaxt, istədiyiniz şəxsə heç bir gecikmə olmadan ödəniş edə bilərsiniz. İstənilən bir bank vasitəsilə ödəniş zamanı və ya kartdan karta pul köçürmə əməliyyatında müəyyən gecikmələr yaşana bilir. Hətta köçürmə prosesi üçün müəyyən qədər əlavə məbləğ də ödənilir.